Read the passage and answer the questions. Mətni oxuyun və sualları cavablandırın. Dry January is a month-long challenge that invites people to avoid alcohol during January. Quru yanvar insanları yanvar ayında spirtli içkilərdən çəkinməyə dəvət edən bir aylıq bir çağırışdır. The main purpose is to help individuals reflect on their drinking habits and consider whether alcohol plays a risky role in their lives. Əsas məqsəd fərdlərin içki vərdişləri barədə düşünmələrinə və spirtli içkinin həyatlarına riskli rol oynayıb oynamadığını düşünmələrinə kömək etməkdir. Although the idea became widely known in the United Kingdom, its origin can be traced back to Finland during World War II, when a similar campaign called Sober January was introduced in 1942. Qeyd olunur ki, bu ideya Böyük Britaniyada geniş yayılsa da, onun mənşəyi 2-ci Dünya müharibəsi zamanı Finlandiyaya gedib çıxır və o zaman 1942-ci ildə Ayıq Yanvar adlı oxşar bir kampaniya tətbiq olunmuşdu. The modern version of Dry January developed much later. Quru yanvarın müasir versiyası daha sonra inkişaf etmişdir. In 2011, a British activist named Emily Robinson chose not to drink alcohol in January while preparing for a half marathon. 2011-ci ildə Emily Robinson adlı bir Britaniyalı fəal yarım marafona hazırlaşarkən yanvar ayında spirtli içki içməməyi seçdi. This was a significant challenge for her as she had been a regular drinker and refraining from alcohol for a month demanded great self-discipline and determination. Bu onun üçün əhəmiyyətli bir çağırış idi, çünki o müntəzəm olaraq içki içirdi və bir ay spirtli içkidən çəkinmək böyük özünə inam və qətiyyət tələb edirdi. Her personal decision later inspired Alcohol Change United Kingdom to launch Dry January as an official campaign in 2013. Onun şəxsi qərarı sonradan Alcohol Change United Kingdom, yəni 2013-cü ildə Quru yanvarı rəsmi bir kampaniya kimi başlatmağı ilhamlandırdı. At first, participation was limited, but public interest grew rapidly. Əvvəlcə iştirak məhdud idi, lakin ictimai maraq sürətlə artdı. When the United Kingdom Government Agency, Public Health England supported the initiative, the campaign gained national attention and participation numbers increased significantly. Böyük Britaniya Hökumət Agentliyi qeyd olunur ki, İngiltərə İctimai Səhiyyə Təşəbbüsü dəstəklədikdə kampaniya milli diqqət qazandı və iştirak sayı əhəmiyyətli dərəcədə artdı. January is often seen as a time for setting new goals, which helps explain why the campaign attracts so many people. Yanvar ayı tez-tez yeni məqsədlər qoymaq vaxtı kimi qəbul edilir və bu da kampaniyanın niyə bu qədər insanı cəlb etdiyini izah etməyə kömək edir. Interest in Dry January has expanded beyond the United Kingdom. Demək, Quru yanvar ayına maraq Böyük Britaniyanın hüdudlarından kənara çıxıb. In the United States, for example, a noticeable percentage of adults have taken part. Məsələn, ABŞ-da yetkinlərin nəzərə çarpacaq dərəcədə çoxu bu kampaniyada iştirak edib. A research suggests that the effects of Dry January can last beyond the month itself. Bir araşdırma göstərir ki, Quru yanvarın təsirləri ayın özündən sonra da davam edə bilər. A study by the University of Sussex found that many participants continued to drink less and less often in the months that followed. Sussex Universiteti tərəfindən aparılan bir araşdırma göstərib ki, bir çox iştirakçı sonraki aylarda daha az və daha az içki içməyə davam edib. Health experts also point to benefits such as improved liver health, reduced risk of heart disease and diabetes, better sleep, weight loss and financial savings. Səhiyyə mütəxəssisləri həmçinin qaraciyər sağlamlığının yaxşılaşdırılması, ürək xəstəliyi və diabet riskinin azaldılması, daha yaxşı yuxu, çəki, itkisi və maliyyə qənaəti kimi faydalara da diqqət çəkirlər. These results suggest that even a short break from alcohol can encourage long-term lifestyle changes. Bu nəticələr göstərir ki, hətta alkoqoldan qısa bir fasilə belə uzun müddətli həyat tərzi dəyişikliklərini təşviq edə bilər. Mətnimizlə əlaqəli ilk sualımız true-false tipli tapşırıqdır. Decide whether the statements are true or false according to the passage. Mətnə əsasən verilən cümlələrin doğru yoxsa yanlış olduğuna qərar verin.
Birinci cümləmizdə the earliest idea behind Dry January first appeared outside the United Kingdom during wartime. Yəni quru yanvar arxasında dayanan ən erkən ideya Birləşmiş Krallıqdan kənarda müharibə müddətində ilk dəfə baş vermişdir. Mətnimizə əsasən bu məlumatımız doğru qəbul olunur, yəni true götürmüş olacağıq. Çünki ilk hissədə məlumatda qeyd olunduğu kimi ilk dəfə Finlandiyada olmuşdu 2-ci Dünya müharibəsinin müddətində. İkinci cümləmizdə Emily Robinson's decision to stop drinking alcohol was a personal action that later influenced the public campaign. Yəni Emily Robinsonun içki, alkoqol qəbul etməsini dayandırmağı ilə bağlı qərarı şəxsi bir hərəkət idi. Daha sonra isə ictimai olaraqdan da, yəni onları təsirləndirdi. Mətnə əsasən bu məlumatımız da doğru qəbul olunur, yəni true götürmüş olacağıq. Çünki Emily Robinson təbii ki özü yanvar ayı müddətində şəxsi seçim olaraq, yəni yarım marafona hazırlaşmaq üçün içkini dayandırmışdı və bu təbii ki hərəkət, yəni şəxsi qərar daha sonra da belə deyək, rəsmi bir qərar kimi ortaya çıxmışdı və iştirakçıların sayı getdikcə artmışdı. Üçüncü cümləmizdə official support from a government-related organization helped Dry January reach a wider audience. Yəni rəsmi hökumətin dəstəklədiyi rəsmi dəstəkdən söhbət gedir ki, quru yanvar daha sonra geniş bir kütləni gətirib çıxarmağına köməklik göstərdi. Üçüncü cümləmizdə mətnə əsasən true hesab olunur. Çünki burada hökumətlə bağlı, yəni dəstəkdən sonra artıq, yəni ikinci paragrafın sonunda görürük ki, iştirakçı sayı artıb və milli maraq da qazanmışdı. Dördüncü cümləmizdə research shows that people immediately return to their previous drinking patterns after January. Tədqiqat göstərir ki, insanlar dərhal yanvar ayından sonra təkrarən içki içməyə geri qayıdarlar, yəni vərdişlərinə geri qayıdır. Məlumatımız mətnə əsasən yanlış qəbul olunur. Çünki qeyd olunur ki, növbəti aylarda da daha az içki içməyə davam etdirirlər. Yəni 4-cü paraqrafda məlumat qeyd olunduğuna görə biz bu cümləni false hesab etmiş oluruq.